Türkiyə Antalya Olimpiadasından belə bir suala baxaq. Üçbucaq verilibdir. Bura 1, bura 1, bura x, bura 30 dərəcə verilib və bu bucaq 90 dərəcə verib bizdən x-in tapılmasını soruşur. D-dən bir paralel xətt çəksək AB-yə. Bura olacaq 30 dərəcə Z qaydasına görə. 30-un qabağındakı katet Y olsun. 30, 60, 90 üçbucağından hipotenuz 2Y. Digər katet Y kök 3 olar. Y kök 3, 1 və x düzbucaqlı üçbucaqda bizə verəcək Y kök 3 bərabərdir kök altında x kvadrat çıx 1. Taparıq ki, y x-dan bu cür asılıdır. Balaca üçbucağın böyük üçbucağa oxşar olduğunu deyə bilərik. Bunlar paralel olduğundan. Bura y isə bura 1 çıx y-dir və oxşarlığa görə deyə bilərik ki, 1 çıxılsın y-nin 1-ə nisbəti bərabərdir x-in hamısına nisbəti. Yəni x plus 1-ə nisbəti. Bunu sadələşdirsəz, x bölünsün x plus 1-i sola keçirəndə, y-ni sağa keçirəndə çıx 1 bölünsün 3. Əgər bu ifadəni 3-ü sağa keçirib, x plus 1-i sağa keçirib kvadrata yüksəltsək və yaxud da biz bunu yaza bilərik, x plus 1-in kubu vurulsun x çıx 1. Burada rahatlıq üçün buna a yazsaq, bu olacaq a çıx 2. A üstü 4 çıxılsın 2a kub çıxılsın 3 bərabərdir 0-a çöndərsək bu məsələni. Bu iki ifadənin hər ikisində də a kub plus 1 olduğu üçün hər birindən a plus 1 çıxartsam bayra, a plus 1 çıxar bayra, vuruqlarına ayıra bilərik. Fikir versəz bu ifadə a çıxılsın 1-in kubu çıx 2 formasındadır. Bu zaten 0 ola bilməz. Çünki bu 0 olsa x mənfi olur. Bu ifadə 0 olmalıdır. Yəni, bəs x nədən asılı idi a-dan? A bərabərdir x plus 1 demişdiksə, deməli a-nın yerinə x plus 1 qoyanda i kub kök altda 2 dardığımız cavabdır. Cavabımız A variantı.